Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Yenə də həmişə olduğu kimi gözəl bir mənzillə sizin qarşınızdayam. Yeni təmirdən çıxıb və təmirdən də sonra yaşayış olmayıb sənədləri qaydasında, yəni çıxarışı, kupçası olan bir mənzildir. Yəni ipotekası təsdiqlənmiş müştərilər də müraciət edə bilər. Yerləşir Həzəssonovda, Həzəsson metrosundan piyada 7-8 dəqiqəlik məsafədədir. Yenitikli binada yerləşir. İndi mən mənzildə olan hər bir şeyi həmişə olduğu kimi sizin nəzərinizə çatdıracağam. Vaxt itirmədən başlayırıq mənzilin giriş hissəsindən. Bura bizim giriş qapısıdır. Daxil olduqda sol tərəfdə belə bir dresuarımız var. Güzgü yerləşdirilib mebel işləmələr. Bu hissəsi də şkafdır. Sağ tərəfdə mənzilin sanitar qovşaqları yerləşir. Ayrı-ayrıdır, bir yerdə deyil. Döşəmə qranitdir, üstü döşəmə ilə təchiz olunub, işıqlandırmada spotlardan istifadə olunub, əlavə olaraq gizli işıqlar, eyni zamanda bura işıqlar yerləşdirilib hər tərəfdə, yəni işıqlı mənzildir. İstifadə olunan divar kağızları da açıq rənglidir, ona görə də belə deyim gözü yormur. Bu hissədə şkafımız yığılıb, dərinlikdə kifayət qədərdir, əşyalarınızı, paltar, ayaqqabı rahat yerləşdirə bilərsiniz. Otaqların yerləşməsini nəzərə çatdırım, artıq dedim, girişdən sağda mənzilin sanitar qovşaqlarıdır. Bura qonaq otağıdır, orada mənzilin yataq otağı, mətbəx, bura isə ikinci yataq otağıdır. Elə başlayaq qonaq otağından, mən bir-bir hər şeyi sizə göstərim. Geniş ölçülü qonaq otağımız var, yəni təxmini 24-25 kvadrat olar. Təbii ki, təxmini ölçünü nəzərinizə çatdırıram. Eni yaxşıdır, yəni dar uzun otaq deyil, ona görə bu hissəyə mebel dəstinizi rahat yerləşdirə bilərsiniz. Bu tərəfdən masanızı yerləşdirmə imkanınız var. Tavan hissəni ümumi olaraq göstərək, mərkəzdə gözəl lüstrumuz, spotlar, hamısı quraşdırılıb hazırdır. Pərdələr asılmış vəziyyətdə. TV stand bu hissədə yığılıb, aşağı hissələri şkafdır. Yəni bunları da göstərim. Və bu hissədə yenə mebel işləmələr, bura işıqlar yerləşdirilib. Bir sözlə, hazır mənzildə sadəcə əşyalarınızı yerləşdirib yaşamaq qalır. Keçək, mən sizə göstərim giriş hissədə yerləşən mənzilin sanitar qovşaqlarını. Bura kiçik sanitar qovşaqdır. Yəni, bütün aksesuarlarla tam olaraq təchiz olunub, gözəl teksturalı qranitlər seçilib, ümumilikdə divar üçün unitazımız və təbii ki, orada isti döşəmədir. Bura isə digər sanitar qovşağımız. Burada da bütün aksesuarlar tam olaraq hazırdır. Duş kabinimiz yığılıb. İçərisi də kifayət qədər genişdir. Qara rəngli aksesuarlardan istifadə olunur. Ümumilikdə gözəl moydadımız, fərqli tərzdə güzgü ilə və dediyim kimi hər bir şey tam hazırdır. Keçək, mən sizə göstərim mənzilin yataq otağını. Bura birinci yataq otağımızdır. Kvadrat şəklindədir. Yerləşməni nəzərinizə çatdırın. Taxtın yeri bu hissədə nəzərə alınıb, görürsünüz. Sağ və sol bura işıqlar yerləşdirilib. Pərdəmiz asılıb hazırdır. TV internet çıxış burada nəzərə alınıb. Burada da deməli gözəl lüstrumuz var və bu hissədə də spotlar yerləşdirilib. Mənzildən belə deyim, şəhər istiqamətində də görüntü var. Bayraq meydanı, alov qüllələri görsənir. Burada yerləşir mənzilin mətbəxi. İlk öncə onu deyim ki, girişdə olan isti döşəmə burada davam etdirilib. Burada mənzilin eyvanına da çıxış var. Yeni mətbəx mebelimiz yığılıb. İçərisini göstərin, şkafların, yəni dərinlik barədə təsəvvürünüz yaransın. Yuxarı hissədə eyni ilə şkafdır. Üstü mərmərdir, qaz peki, aspirator bunlar quraşdırılıb hazırdır. Əlavə nə var? Burada isə ümumilikdə spotlardan istifadə olunub işıqlandırmada. Keçək, mən İkinci yataq otağını göstərim, sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdıracağım. Bura isə mənzilin ikinci yataq otağıdır. Yəni, bu otaqlardan birini uşaq otağı, birini böyük yataq otağı ki, istifadə edə bilərsiniz. Ümumi olaraq göstərək, burada əşya yerləşdirmək üçün divar içi belə bir şkaf da yığılıb bu hissədə. Ümumi olaraq tavan hissəni də göstər. Belə, mən demək olar ki, mənzildə olan hər bir şeyi qısa şəkildə sizin nəzərinizə çatdırdım. Məlumatların deyim yerləşir Həzəssonovda, Həzəsson metrosundan piyada 7-8 dəqiqəlik məsafədədir. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış. Əslində 2 otaqdan 3 otağa düzəlmə mənzildir. Artıq gördünüz, 3 otaqdan seçilmir. Hər otağın ayrıca girişi, ayrıca yəni işıqlanması var, pəncərəsi var. Yəni qanuni 3 otaq kimidir. Ölçüsü 88 kvadratdır.
Yerləşir 14 mərtəbəli binanın 13-cü mərtəbəsində, sənədlər də qaydasındadır, çıxarış, yəni kupçası da var, yəni ipotekası təsdiqlənmiş müştərilər də müraciət edə bilərlər və mənzilin start olaraq qiyməti 243 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.